Dəyərli izləyicilər, yanınıza gəlirsə, bu oğlan sizə tanış gələr. Keçən il Zabrus təmizləyəndə, yəni şanların möhürünü təmizləyəndə Zabrusdan video çəkmişdim. Həmin ki, bu Seymur qardaşımız orada möhürləri təmizləyir. Belə deyək, Zabrusa. Elhamdülillah. Qardaşlarımız operativ işləyirlər ki, işi 1-2 saata bitirib, aparaq şanları qaxa. Seymur, nəticə necədir? Elhamdülillah, yaxşıdır. Yaxşıdır. 5 tane da payım. Hələ siz sansmı? Qoysun. Yox. Seymur qardaşımız hələ risk edir. Həqiqətən Nicatın arıları sakitdir. Yəni mən lap birinci kərəm arıları baxanda məni sancmamışlar. Sonra bir-iki dəfə ayağımdan sancmışlar. Bax belə dəyərli izləyirlər.